Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Bu video izahda biz bu günə qədər qəbula düşən suallardan bəzilərinə baxacağıq. Nəzərə alsaq ki, hər il qəbul imtahanında təkrar suallar düşür və ümid edirəm ki, bu suallardan yenə təkrar imtahanda rastlaşacaqsınız. Bizim bugün baxacağımız testlər düzxətli hərəkət mövzusundan olacaq. Başlayaq suallara. Bir nömrəli məsələdə cismin təcilini hesablamaq üçün hansı cihazlardan istifadə etmək olar deyə soruşulur. Biz bilirik ki, deməli təcili hesablamaq üçün akselerometrdən istifadə olunur. Yəni bizim başlıca bu cihaz akselerometrdir. Lakin biz yeniləşən və yaxud da yavaşlayan hərəkətin düsturlarından təcili hesablayan başqa bir cihazların da olduğunu görəcəyik. Akselerometrdir. Deməli, birinci əsas akselerometr. Daha sonra biz yer dəyişmə düsturunu bilirik. V0 T üstəgələk AT kvadratı bölünsün 2-dir. Burada məsələmizdə bizə V0-ı 0 verib, 0-dır. Ona görə də burada V0-ın yerinə 0 yazsaq, düsturumuz olur AT kvadratı bölünsün 2. Buradan təcili tapsaq, A bərabərdir 2S bölünsün T-nin kvadratıdır. Və biz bu düstura nəzər salsaq, görürük ki, burada S yəni yoldur. Yolu hansı cihazla ölçə bilərik? Uzunluqdur, təbii ki, ölçü lenti ilə. Zamanı hansı cihazla ölçürük? Saniyə ölçəndən. Deməli, bu iki cihaz olsa, biz təcili hesablaya bilərik. Deməli, cavabımız burada olacaq. Ölçü lenti və saniyə ölçən cavab A variantı. 2 nömrəli məsələ. Düzxətli hərəkət edən cismin sürətinin proyeksiyasının zamandan asıllıq qrafiki verilmişdir. Hansı ifadələr doğrudur? Deməli, burada bir məsələyə diqqət yetirmək istəyirəm ki, cisim düzxətli hərəkət edən zaman yol yer dəyişmədən nə zaman böyük və yaxud da kiçik ola bilər? Ümumiyyətlə, kiçik ola bilərmi yol? Gəlin baxaq. Deməli, burada deyək ki, biz hər hansı bir x0 bərabərdir 5 metr koordinatından cisim hərəkətə başlayır. Bax, bu cisim. Və hərəkət edir, düzxətli hərəkət edir. Gəlir, deyək ki, son koordinat, məsələn, 10 metr koordinatına gəlir. Düzxətli hərəkət zamanı buradan görürük ki, biz yol yer dəyişmənin moduluna bərabərdir. Yəni, cisim əgər istiqamətin dəyişmirsə, düz xətt boyunca hərəkət edirsə, deməli, yol yer dəyişmənin moduluna bərabərdir. Deməli, birinci qaydamız buradan yaza bilərik. Deməli, əgər istiqamət dəyişmirsə, yol yer dəyişməyə bərabər oldu. İkinci qayda. Baxın, deyək ki, indi bu yol yer dəyişməyə niyə bərabər oldu? Yol bilirik ki, cismin hərəkəti zamanı trayektoriyanın uzunluğuna bərabərdir. Burada yolumuz bizim el bərabərdir 10 metr. Çünki x0 5 metrdən başlayıb, gəlib 10 metrə. Daha doğrusu 5 metrdir burada. Yer dəyişməmiz də bizim 5 metrdir. Çünki yer dəyişmə də nə idi? Başlanğıc və son nöqtələr arasındakı məsafə. Bu da 5 metrdir. Yolla yer dəyişmə bir-birinə bərabərdir. İndi deyək ki, cisim istiqamətini dəyişib. Baxın, bunu fərz edək. Deyək ki, cisim x0 koordinatından x koordinatına gəldi və yenidən geri dönərək, bax, burada hər hansı bir nöqtəyə. Buranın da koordinatına biz deyək ki, 5 ilə 10 arası, məsələn, 7. 7 metr koordinatına gəldi. Bu zaman cismin getdiyi yolu tapsaq, baxın 10, 5-dən başladı, 10-a gəldi, 5 metr yol getdi.
Yenidən geri qayıtdı. Geri qayıtdı. Neçə metr? 10-dan 7-yə gəldi. 3 metr. Deməli, cismin getdiyi yol burada nə qədər oldu? 5, üstə gələk 3, 8 metr. Yer dəyişmə isə nədir? Yer dəyişmə cismin başlanğıc və son nöqtələri arasındakı məsafədir. Yəni 5-dən başladı, son nöqtə 7. Yəni yer dəyişməsi oldu bunun 2 metr. Deməli, cisim istiqamətini dəyişdisə, deməli, yol yer dəyişmədən böyük oldu. Onda ikinci qaydamızı yazırıq. Əgər istiqamət dəyişirsə, yol yer dəyişmədən böyük olacaq. Bu iki qaydanı biz birləşdirsək, deyə bilərik ki, yol hər zaman yer dəyişmədən böyük bərabər olmalıdır. Bərabər o zaman olur ki, istiqamətin dəyişmir. Böyük o zaman olur ki, istiqamətin dəyişir. İndi biz burada qrafikimizə nəzər salsaq, məsələdə görürük ki, cisim burada istiqamətin 2 dəfə dəyişib. Niyə 2 dəfə dəyişib? Çünki sürət zaman qrafikində T oxundan aşağı, X oxunun əksi istiqamətdə hərəkətdir. Çünki burada V-nin proyeksiyası müsbət olur. V-nin proyeksiyasının müsbət olmağı hərəkətin X oxunun əksi istiqamətində olması deməkdir. Buna görə də sürət zaman qrafikində qrafik T oxunu kəsib keçən zaman biz buna deyirik ki, cisim istiqamətini dəyişmişdir. Birincidə deyir, cismin getdiyi yol yer dəyişmənin moduluna bərabərdir. Təbii ki, bu səhvdir. Cisim yer dəyişmənin moduluna o zaman bərabər olur ki, istiqamətin dəyişməsin. Amma burada 2 dəfə, 1, 2 dəfə istiqamətin dəyişir. İkincidə deyir, cismin getdiyi yol yer dəyişmənin modulundan böyükdür. Cismin getdiyi yol burada yer dəyişmənin modulundan böyükdür. Bəli. Çünki istiqamətin dəyişib. Cisim hərəkət istiqamətini 2 dəfə dəyişmişdir. Doğrudur. 4-də deyir, cisim hərəkət istiqamətini 4 dəfə dəyişmişdir. Səhvdir. 5-də deyir, cisim hərəkət istiqamətini 5 dəfə dəyişmişdir. Səhvdir. Deməli, cavabımız oldu 2, 3. B variantı. Düzxətli bərabər sürətli hərəkətdə gedilən yol ilə yer dəyişmə vektorunun modulu arasında hansı münasibət doğrudur? Biz bayaq məsələdə izah elədik ki, cisim əgər istiqamətin dəyişmirsə, yol yer dəyişmənin moduluna bərabərdir. Deməli, bərabər sürətli hərəkətdə də istiqamət dəyişilmədiyindən burada deyə bilərik ki, yol yer dəyişmənin moduluna bərabərdir. Cavab A variantı. 4 nömrəli məsələ. Cismin hərəkət tənliyini müəyyən edin. Təcilli hərəkətdir təbii ki. Burada X oxu da verilib və biz burada koordinat tənliyini yazmalıyıq. Bizim koordinat tənliyimiz təcilli hərəkətdə bilirik ki, X bərabərdir. X0 üstə gələk V0 xt üstə gələk AXT-nin kvadratı bölünsün 2. Gəlin indi burada təcil və başlanğıc sürətin proyeksiyalarını, işarələrini tapaq. Görürük ki, V0 oxu, baxın V0 vektoru X oxu istiqamətindədir. Əgər vektor X oxu istiqamətindədirsə, biz həmən vektorun proyeksiyasına müsbət deyə bilərik. Müsbətdir onun proyeksiyası. Ona görə burada biz V0 X-imizi 0-dan böyük, yəni müsbət qəbul edə bilərik. Daha sonra baxırıq ki, biz burada təcilin proyeksiyası mənfidir. Niyə? Çünki X oxu sağa doğrudur. Amma təcil vektoru sola doğrudur. Deməli, təcilin proyeksiyasından biz burada deyirik ki, mənfidir, yəni 0-dan kiçikdir. Bu məlumatları biləndən sonra gətirib koordinat tənliyində işarələri nəzərə almaqla dediklərimizi nəzərə alırıq. Baxın, burada X bərabər olur. X0 gördüyümüz kimi X0-ımız bizim müsbətdir. Ona görə X0 qaldı. Sonra baxırıq, V0-ımızı biz müsbət aldıq. Müsbətdir. Ona görə üstə gələk V0T-dir. Amma təcilin proyeksiyasını mənfi aldıq. Ona görə təcilin qarşısında mənfi işarəsi yazırıq, çıxılsın, AT kvadratı bölünsün 2. Variantlara baxırıq ki, hansı variant doğrudur? Burada A variantı doğrudur. 5 nömrəli məsələ. Cismin hərəkət tənliyi X bərabərdir.
-10 üstəgələk 8t çıxılsın t kvadratı şəklindədir. Cismin dayandığı andakı koordinatını hesablayın. Cismin dayanması nə deməkdir? Cismin dayanması o deməkdir ki, onun sürəti 0 olsun. Yəni son sürət 0 olsun. Burada amma biz baxırıq ki, bizə verilən burada koordinat tənliyidir. Və biz burada koordinat tənliyindən sürət tənliyinə keçib, cismin dayandığı anı tapmaq üçün həmən o sürət tənliyini 0-a bərabər eləməliyik. Və hələ ki biz cismin dayandığı anı tapırıq, daha sonra dayandığı andakı koordinatını tapacağıq. Yəni dayandığı an nə qədərdir? T-ni tapacağıq. T-ni tapandan sonra bizdən dayandığı andakı koordinatını soruşduğu üçün həmən o T-ni gətirib burada koordinat tənliyində yerinə yazacağıq. Başlayaq. Deməli, biz burada görürük ki, x0-ımız bizim neçədir? x0-ımız -10-dur. V0-ımız neçədir? Başlanğıc sürətimizin proyeksiyası 8-dir. 8 metr bölünsün saniyə. -10 metr vahidlərində yazaq. Təcillimizin proyeksiyası isə t kvadratının qarşısındakı, bax, t kvadratı burada biz bayaq yazmışdıq. Baxın, bu tənliyi gətirək aşağı. Deməli, aşağıdan buradan yazaq həmən tənliyi. Baxın, x bərabərdir x0 üstəgələk v0 xt üstəgələk ax-t-nin kvadratı bölünsün 2. Burada sərbəstədir, yəni bu x0 bizə baxın bunu verir, -10-u. T-nin əmsalı bizə başlanğıc sürəti verir, yəni 8. T kvadratının əmsalı isə baxın təcilin yarısını verir. Yəni burada heç bir ədəd olmadığından bura əslində 1-dir. Deməli, ax bərabərdir. Buradan ax böl 2 bərabərdir. -1-ə. Buradan biz ax-ı tapa bilərik ki, -2-yə bərabərdir. Bunu da tapdıq. İndi sürət tənliyini biz bilirik. Sürət tənliyi v bərabərdir. v0 x üstəgələk ax-t-dir. V0-ımızı bilirik. Baxın, burada 8 tapmışıq. Gətirib yerinə qoyaq. Deməli, V bərabərdir 8. A neçədir? Baxın, A da burada -2 tapmışıq. Çıxılsın 2t. İndi biz bu tənliyi 0-a bərabər eləməliyik ki, biz cismin dayandığı anı tapaq. Deməli, 8 çıxılsın 2t 0-dırsa, 2t buradan bərabər olacaq 8-ə. T də bərabərdir 4 saniyə. Deməli, cisim 4 saniyə sonra dayanacaq. Bəs hansı koordinatda dayanacaq? Baxın, koordinat tənliyimiz bizim məsələdə verilib. X bərabərdir -10 üstəgələk 8t çıxılsın t-nin kvadratı. Biz burada nə edəcəyik? Həmən o tapdığımız zaman anını gətirib burada koordinat tənliyində yerinə yazacağıq. Onda olacaq belə, -10 üstəgələk 8 vur 4 çıxılsın 4-ün kvadratı. Bu da bərabərdir. -10 üstəgələk 32 çıxılsın 16 bərabərdir. Deməli, 22, 22-dən 16-nı çıxanda qalır 6 metr. Cavabımız B variantı olacaq. 6 nömrəli məsələ. Verilmiş qrafikə əsasən cismin sürətini hesablayın. Deməli, burada görürük ki, düzxətli bərabər sürətli hərəkətdir və biz gedilən yol düsturu və yaxud da yer dəyişmə bilirik ki, V vurulsun T-dir. Buradan biz sürəti tapsaq, S bölünsün T-yə bərabərdir. S-i burada, baxın, 2, 4, 6, 8. İstədiyimiz rəqəm, ədədi götürə bilərik. Məsələn, 8-i götürdüm mən. 8-i götürdümsə, 8-ə uyğun zaman anı. Yəni, bu cisim 4 saniyədə 8 metr gedib. Ona görə zamanı da 4 götürürük. 8 bölünsün 4, 2 metr bölünsün saniyə. Cavabımız C variantı. 7 nömrəli məsələ. OX oxu boyunca hərəkət edən cismin koordinatının zamandan asılılıq qrafiki verilmişdir. Hansı ifadələr doğrudur? Cisim müşahidə başlanan andan keçən 8 saniyə zaman müddətində deyir, necə hərəkət etmişdir? Gəlin baxaq. Koordinat zaman qrafikidir. Bu qrafikdə birinci bizdən nə soruşur? Birinci deyir ki, hərəkət istiqamətini 2 dəfə dəyişmişdir.
Deməli, biz qayda olaraq yadımızda saxlayaq ki, əgər bizə sürət zaman qrafiki verilirsə, T oxu ilə kəsib keçdiyi nöqtələr onun istiqamətinin dəyişdiyi anlardır. Amma koordinat zaman qrafikində təpə və çökük nöqtələr onun istiqamətinin dəyişməsini göstərir. Yəni, baxın, cisim burada x istiqamətində 10 metr gedir, daha sonra istiqamətin dəyişir. Gəlir burada mənfi 10 metr koordinatına çatanda yenidən istiqamətini dəyişir. Yəni, bir dəfə burada dəyişdi, ikinci dəfə burada dəyişdi. Deməli, hərəkət istiqamətini 2 dəfə dəyişmişdir. İkincidə deyir, hərəkət istiqamətini bir dəfə dəyişmişdir, bu səhvdir. Deməli, 3. Yer dəyişməsi sıfıra bərabərdir. Yer dəyişmə nə idi? Yer dəyişmə cismin başlanğıc və son nöqtələri arasındakı məsafə idi. Ən qısa məsafə. Yer dəyişmənin dəqiq tərifi belədir ki, başlanğıc və son nöqtələri birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Yəni, vektorial bir kəmiyyətdir. Burada görürük ki, cismin başlanğıc koordinatı 0 və cisim hərəkət edir, gəlir 8 saniyə sonra yenə hansı koordinatda olur? 0 koordinatında olur. Deməli, yer dəyişməsi həqiqətən də bunun 0-a bərabərdir. 4-də deyir, yola görə orta sürət 5 metr bölünsün saniyədir. Biz burada yolu taparkən, baxın, cisim 0 koordinatından başladı, gəldi 10-a. Deməli, burada neçə metr yol getdi? Birinci. Yolu tapırıqsa, gəlin belə yazaq, S yol bərabərdir. 10 metr burada. Daha sonra neynədi? Daha sonra, baxın, 10 metr geri qayıtdı. Burada aşağıya doğru yenə 10 metr getdi. Deməli, 20 metr də burada getdi. Daha sonra gəldi, çatdı mənfi 10 metr koordinatına və geri qayıtdı 0 koordinatına. Deməli, 10 metr də burada getdi. Cismin getdiyi yol 40 metr oldu. Biz yola görə sürəti tapanda yolu bölməliyik zamana, ümumi zamana. Deməli, burada nə edirik? Baxırıq ki, 40 metr yol getdi. Zaman 8 saniyə, o da eləyəcək 5 metr bölünsün saniyə. Deməli, bizdə burada 4-cü variant da doğrudur. Yer dəyişməsi 20 metrdir deyir. Təbii ki, bunu dedik, səhvdir, yer dəyişməsi 0-dır. Getdiyi yol 20 metrdir. Səhvdir, çünki getdiyi yolu tapdıq ki, biz 40 metrə bərabərdir. 1, 3, 4. Cavab B variantı. Deməli, 8 nömrəli məsələ. 5 müxtəlif cismin və A cisminin yer dəyişmələrinin proyeksiyaları zamandan asılı qrafikləri verilmişdir. Hansı cismə nəzərən A cisminin sürətinin modulu ən kiçikdir? Ümumiyyətlə, biz burada nəzərən deyir, hansı cismə nəzərən A cisminin sürəti, yəni nisbi sürətdir. Bir cismin digər cismə nəzərən sürətini tapanda, əgər burada cisimlər eyni istiqamətli hərəkət edirdilərsə, məsələn, bizim burada bir cismimiz var, deyək ki, V1 sürəti ilə sağa doğru, ikinci cismimiz V2 sürəti ilə sağa doğru hərəkət edir. Bu zaman biz birincinin ikinciyə nəzərən və yaxud da ikincinin birinciyə nəzərən sürətini tapanda nə edirdik? Nisbi sürəti. Məsələn, birincinin ikinciyə nəzərən nisbi sürətini tapırıq. Eyni istiqamətli olduğu üçün bunları bir-birindən çıxırdıq. Yox, əgər hərəkət qarşı-qarşıya və yaxud da əks istiqamətlərdə olarsa, bu zaman biz nisbi sürəti tapanda nə edirdik? Birincinin ikinciyə nəzərən nisbi sürəti V1 üstəgələk V2, yəni toplayırdıq. İndi bizdən nə istəyir? Deyir, hansı cismə nəzərən A cisminin sürətinin modulu ən kiçikdir. Ən kiçik nə zaman olar? Toplayanda, yoxsa çıxanda? Təbii ki, çıxanda olar. Deməli, bu cisimlər eyni istiqamətdə hərəkət etməlidir. A cisminin qrafiki, baxın, burada aşağıda, bax, budur. A cismi hansı istiqamətdə hərəkət edir? T oxundan aşağıda olduğu üçün biz buna deyəcəyik ki, X oxunun əksi istiqamətdə hərəkət edir. Deməli, biz X oxu istiqamətində olan, yəni T oxundan yuxarıda olan cisimlərin sürətlərinə nəzərən bunu tapsaq, bunlara nəzərən sürətləri tapsaq, toplamalıyıq. Bu zamanda biz ən kiçiyi tapmış olmuruq. Məsələn, burada 1-i tapsaq, 1-ə nəzərən sürəti A cisminin 1-ə nəzərən sürəti maksimumdur, ən böyükdür. Çünki əks istiqamətlərdə hərəkət eləyir və burada bunun sürəti getdiyi yol çox olduğu üçün sürəti də çoxdur.
Deməli, bir-birinə nəzərən sürətini tapanda toplayacağıq. Bunun üçün də ən böyük, maksimum olmuş olacaq. Bir-birinə nəzərən sürəti. Ən kiçik isə özünə ən yaxın. Baxın, bu olacaq. 5 nöqtəsi, minimum nöqtə. Deməli, qayda olaraq yadımızda saxlaya bilərik ki, A cisminin əgər deyirsə ki, hansı cismə nəzərən A cisminin modulu ən kiçikdir deyirsə, özünə yaxını götürəcəyik. 5. Ən böyükdür deyirsə, özündən ən uzağı götürəcəyik. Deməli, cavabımız burada olacaq Y variantı. 9 nömrəli məsələ. Deməli, VXT qrafikinə əsasən cismin hərəkət təcilinin proyeksiyasını hesabla. Deməli, təcilin proyeksiyası AX bərabərdir. Vx çıxılsın, V0x bölünsün zamandır. Buradan biz görürük ki, Vx son sürət. Son sürətimiz neçədir? 0-dır. Baxın, bura Vx son sürət 0. Başlanğıc sürətimiz, yəni V0x-ımız da 8-dir. Onda verilənləri yerinə yazsaq, 0 çıxılsın 8 bölünsün zaman anı da 4-dür. Bu da eləyəcək -2 metr bölünsün saniyənin kvadratı. Cavab C variantı. 10 nömrəli məsələ. Müəyyən hündürlükdə üfüqi istiqamətdə bərabər sürətlə hərəkət edən vertolyotdan düşən cismin vertolyotla bağlı hesablama sistemində hərəkət trayektoriyası hansıdır? Ümumiyyətlə, hərəkət trayektoriyası da nisbidir, əziz şagirdlər. Niyə? Baxın, belə bir nümunə çəkim sizə. Deyək ki, burada bir vertolyot. Baxın, belə bir vertolyotumuz olsun. Belə bir vertolyotumuz olsun. Deməli, burada vertolyotda bir müşahidəçi çəkirəm. Bir müşahidəçimiz olsun. Və buradan vertolyotdan əlindən hər hansı bir cismi yerə atmamışdan əvvəl, məsələn, deyək ki, bu V sürəti ilə bax bu istiqamətdə hərəkət edir. İndi burada nə edəcəyik biz? Deyək ki, bu cismi əlindən yerə buraxdı. Cisim burada bu müşahidəçinin, yəni bu təyyarənin içərisində olan müşahidəçinin əlindən düşdüyü anda təyyarənin sürətini alacaq. Yəni bu istiqamətdə bir V sürətini almış olacaq. Bu bunun başlanğıc sürətidir. Deyək ki, vertolyot bax gəlib ikinci vəziyyətdə burada vertolyot təbii ki, hərəkət edir. Vertolyotun hərəkəti dayanmayıb. Vertolyot hərəkət elədi, gəldi bura. Bu müşahidəçimiz də bizim buradadır. Bu müşahidəçi əlindən düşdüyü anda bu cismi daim bax özünün aşağısında, bax burada görəcək. Yəni, məsələn, bu trayektoriyaya çatanda, məsələn, həmən o cisim gəlib dayanacaq burada, burada olacaq. Və hərəkət elədikcə bu öz aşağısında görəcək bu cismi. Amma topa baxın, top dayanmır axı. Top bax belə bu istiqamətdə, bax belə bir trayektoriya cızır, gəlir bax bura. İndi həmişə bunun öz aşağısında olduğuna görə bu vertolyotdan baxan bu müşahidəçi topun trayektoriyasını baxın belə düz xətt üzrə aşağıda görəcək, öz aşağısında görəcək. Amma burada qıraqdan bir müşahidəçi bunu izləsə, qıraqdakı müşahidəçi görürsünüz trayektoriyasını, əyri trayektoriya üzrə yavaş-yavaş gələcək, buradan düşəcək yerə. Baxın, bu trayektoriya boyunca görəcək cismin hərəkətini. Deməli, burada trayektoriyada nisbi oldu. Yəni, bir cismə görə trayektoriyası cismin düz xətt oldu, digər cismə nəzərən əyri xəttli oldu. Amma vertolyotla bağlı hesablama sistemində deyəndə, yəni vertolyotdan baxan müşahidəçi bunun trayektoriyasını necə görəcək? Düz xəttli görəcək. Deməli, cavab oldu burada D variantı. 11 nömrəli məsələ. Başlanğıc koordinatı -6 metr olan maddi nöqtə 2 soxu istiqamətində 5 metr böl saniyə başlanğıc sürətlə və 0,2 metr bölünsün saniyə kvadrat təcillə bərabər yavaşlayan hərəkət edir. Koordinatın zamandan asılılıq tənliklərində hansı bu hərəkətə uyğundur? Biz ilk öncə bayaq dediyimiz kimi koordinat tənliyini yazmalıyıq. X bərabər dedik, x0 üstəgələk V0xt üstəgələk AXT-nin kvadratı bölünsün 2-dir.
İndi gəlin şərtimizə baxaq. Başlanğıc koordinatı bizə verir -6 metr x sıfırımız. Deyir hərəkət x oxu istiqamətində baş verir. Hərəkət əgər x oxu istiqamətindədirsə, burada bizdə başlanğıc sürətin proyeksiyası mütləq müsbət olmalıdır. Yəni 5 metr bölünsün saniyə. Və təcili də verir. A bərabərdir, AX bərabərdir 0,2 metr bölünsün saniyə. Amma burada təcilin proyeksiyasını biz 0,2 metr bölü saniyə götürdük. Baxırıq ki, heç proyeksiya ilə yazmayaq, gəlin. A yazaq buna. A bərabərdir. Cisim necə hərəkət edir? Bərabər yavaşlayan hərəkət edir. Amma sürəti müsbətdir. Niyə? Çünki x oxu istiqamətində hərəkət edir. Təcil onda mənfi olmalıdır. Niyə? Çünki bərabər yavaşlayan hərəkətdə sürət və təcilin işarələri əks işarəlidir. Yəni, bir-biri ilə əks istiqamətli olduğu üçün işarələri də əks işarəli olacaq. Ona görə burada biz təcilin qiymətini götürəcəyik, -0,2 metr bölünsün saniyənin kvadratı. Və gətirib koordinat tənliyində yerinə yazacağıq. X bərabərdir. X sıfırımız -6-dır, yerinə yazdıq. Üstəgələk V0-ımız müsbət olacaq, müsbət 5-dir, çünki x oxu istiqamətindədir, V0-dir. Üstəgələk A mənfidir, ona görə mənfi, burada elə birbaşa yazaq. Onda çıxılsın olacaq. X, deməli, 5T çıxılsın, 2-yə bölməliyik. 0,2-ni 2-yə, 0,1 T-nin kvadratı. Baxırıq görək, bu hansı variantda uyğundur. Baxın, 5-də yerləri dəyişilib, amma doğru cavabımız bizim 5-dir. 12 nömrəli məsələ. Başlanğıc koordinatları eyni olan iki cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafikləri verilmişdir. Hansı zaman anında cisimlər arasındakı məsafə ən böyük olur? Gəlin bunu da baxın, bu şəkildə izah edeyim. Sonda bir qayda çıxardıq. Sonda biz qaydamızı çıxardacağıq. Baxın, eyni koordinatdan cisimlər hərəkətə başlayır. Gəlin, məsələn, bunlara bir sürət verək. Deyək, bu birincinin, baxın, birinci sabit sürətlə hərəkət edir. Bax, bu istiqamətdə. Bunun olsun sürəti 5 metr bölü saniyə. İkinci də hərəkətə başlayır, deyək ki, 10 metr bölü saniyə sürətlə. Deməli, eyni koordinatdan, baxın, bu olsun bizim birinci cismimiz, aşağıdan bu da olsun bizim ikinci cismimiz. Eyni koordinatdan hərəkətə başlayır. Birinci cismin başlanğıcda sürəti nə qədərdir? 5-dir. İkinci cismin sürəti nə qədərdir? 10-dur. Deməli, T1 müddətindən sonra deməli, hansı cisim qabaqda olacaq? Baxın, eyni zaman müddətində ikinci cismin sürəti böyük olduğundan, məsələn, deyək ki, T1 müddətindən sonra birinci cisim, baxın, bura gələcəksə, bura gələcəksə, bu birinci cisim. İkinci cisim bundan qarşıda olacaq. Çünki ikinci cismin sürəti daha çoxdur. Deməli, artıq bax, bura qədər məsələnin əsas hissəsidir ki, biz bunu anlaya bilsək, artıq məsələnin 50%-ni həll eləmiş oluruq. Yəni, geridə qalan hansı cisimdir? Geridə qalan birinci cisimdir. Qarşıda gedən ikinci cisimdir. İndi, sizcə, bu birinci cisim ikinciyə nə zaman yaxınlaşa bilər? O zaman yaxınlaşa bilər ki, bunun sürəti, yəni arxada gələnin sürəti, qarşıda gedənin sürətindən böyük olsun. Yəni, məsələn, bunun sürəti V1 bərabərdir, deyək ki, 5-dirsə, biz bilirik ki, bu bərabər sürətlə hərəkət edir. Bunun sürəti gərək 2 ola ki, bu iki cisim bir-birinə neynəsin? Yaxınlaşsın. Amma biz görürük ki, burada, baxın, birinci cismin sürəti sabitdir. İkinci cismin sürəti get-gedə, bax, burada artır, artır, artır. Yəni, bax, bu T4 zaman anına qədər, qabaqda gedənin sürəti, yəni ikincinin sürəti, birincinin sürətindən böyükdür. Ona görə də həmən zaman anına qədər bunlar bir-birindən uzaqlaşacaq. Çünki qarşıda gedənin sürəti arxada gələnin sürətindən böyükdür. Deməli,
T4-ə qədər, yəni bax bu zaman anına qədər bunlar bir-birindən uzaqlaşacaq və həmən zaman anında, yəni sürətlər bərabərləşəndə bunlar arasındakı məsafə maksimum olacaq. Artıq ikincinin sürəti azalacaq, birincinin sürəti daha çoxdur. Arxada gələnin sürəti məsələn bu nöqtələrdə daha çoxdur. Ona görə də arxada gələnin sürəti çox olduğu üçün həmən T4 zamanından sonra bunlar bir-birinə yaxınlaşacaqlar. Ən böyük məsafə olacaq bunlar arasındakı ən böyük məsafə zamanın T4 hissəsində. 13 nömrəli məsələyə baxaq. Modulca eyni sürətlə hərəkət edən iki cisimdən biri A nöqtəsindən B nöqtəsinə yarım çevrə boyunca T1 müddətinə, digəri isə AB düz xətti boyunca T2 müddətinə gəlir. T1 bölünsün T2 nisbətini hesabla. Baxın. Birinci AB buradan bura gəlir bu cisim. Görürük ki, yarım çevrə boyunca gəlir. Yəni biz bunun yolunu tapsaq, yolu L1 deyək buna. Çevrənin uzunluğu 2 pi r-dir. Amma bu yarım çevrə boyunca gəlib. Yəni çevrənin uzunluğu 2 pi r yarım çevrə olduğu üçün bölürük 2-yə. Deməli bunun getdiyi yol pi r-ə bərabərdir. İkinci dəfə deməli A-dan B-yə bax bu düz xətt trayektoriya boyunca gəlib. Burada da çevrənin diametri boyuncadır. Yəni diametr də 2 r-ə bərabərdir, 2 radiusa bərabərdir. Deməli L2 bərabərdir 2 r-dir. Özdə hər ikisi də eyni sürətlə gəlib. Deməli L1-i biz tapsaq, L1 bərabərdir V vur T1 olacaq. L2 bərabərdir V vurulsun T2 olacaq. Eyni sürətlə gəlib deyə, bax bunları nəzərə almırıq. T1 bölünsün T2 nisbəti bərabər olacaq elə L1 bölünsün L2 nisbətinə. Buradan L1-imiz pi r-dir. L2 də oldu 2r. R-lər ixtisar getdi. Cavab qaldı pi bölünsün 2. Cavab C variantı. 14 nömrəli məsələ. Düzxətli hərəkət edən cismin koordinatının zamandan asıllıq qrafiki verilmişdir. Cismin 1, 2, 3 nöqtələrinə uyğun sürətlərinin modullar arasında hansı münasibət doğrudur? Baxın, burada görürük ki, biz hərəkət bərabər yavaşlayan hərəkətdir. Çünki bu hərəkəti biz bu qrafiki davam elətdirsək T oxuna yaxınlaşır. Qrafiklərdə ümumiyyətlə belə bir qayda var ki, əgər qrafik T oxuna yaxınlaşırsa, hərəkət yavaşlayandır. T oxundan uzaqlaşırsa, bax bu çəkdiyim yeniləşən hərəkətdir. İndi burada görürük ki, hərəkət yavaşlayan hərəkətdir və gələcək buradan məsələn bunun ardını çəksək, burada sürəti bax bu təpə nöqtədə sürəti bunun 0 olacaq. 0 olacaq və yenidən x oxu əks istiqamətində sürətini artıracaq. İndi burada yavaşlayan olduğu üçün get-gedə sürəti nə etməlidir? Azalmalıdır. Deməli 3 bunda ən kiçik olmalıdır, 1 ən böyük olmalıdır. V1 böyük olmalıdır V2-dən, o da böyük olmalıdır V3-dən. Cavab Y variantı. 15 nömrəli məsələ. Sükunət vəziyyətindən A təcili ilə bərabər yeniləşən hərəkətdə olan cismin n-ci saniyədə getdiyi yol hansı ifadə ilə təyin olunur? Bu hazır düsturdur. Sn n-ci saniyədə gedilən yol A, 2n çıxılsın 1 bölünsün 2-yə bərabərdir. Cavab C variantı. 16 nömrəli məsələ. İkinci avtomobilin birinciyə nisbətən sürətinin modulu nəyə bərabərdir? Biz bayaq da dedik, deməli əgər cisimlər əks istiqamətlərdə və yaxud da qarşı-qarşıya hərəkət edərlərsə, birincinin ikinciyə nəzərən və yaxud da ikincinin birinciyə nəzərən sürətlərini tapanda nə edirdik? Birinci ilə ikincinin sürətini toplayırdıq. Cavab olacaq burada 80 üstə gələk 90 da bərabərdir 170 metr bölünsün, daha doğrusu kilometr bölünsün saat. Cavab C variantı. 17 nömrəli məsələ. OX oxu istiqamətində üzr istəyirəm. Deməli, OX oxu istiqamətində V0 bərabərdir 10 metr böl saniyə başlanğıc sürətlə hərəkət edən cismin təcilinin proyeksiyasının zamandan asıllıq qrafiki verilmişdir. Bu cismin ilk 9 saniyədə yer dəyişməsini hesablayın. Deməli, baxın, burada
görürük ki, A neçədir? Sabitdir. AX 2-yə bərabərdir. Zamanımız 9 vahidləri də yazaq. Metr bölünsün saniyə kvadratı 9 saniyədir. Deməli, bu cismin 9 saniyədə yer dəyişməsini soruşur və başlanğıc sürəti də verib. Başlanğıc sürətimiz də 10 metr bölünsün saniyədir. Onda biz düsturdan istifadə edərək, baxın, bunu hesablaya bilərik. Deyir, ilk 9 saniyədə yer dəyişməsini hesabla. S bərabərdir V0T. Üstə gələk AT kvadratı bölünsün 2. Deməli, buradan S bərabərdir V0-ımız 10, zaman 9, üstə gələk A2, zaman 9-un kvadratı 81 bölünsün 2. 2-lər ixtisar getdi. 90 üstə gələk 81. Bu da edəcək 171 metr. Cavab C variantı. 18 nömrəli məsələ. Sürəti V bərabərdir. V0 üstə gələk 4T şəklində ifadə edilmiş və düzxətli hərəkət edən cisim müşahidəyə başlayan andan 10 saniyə ərzində 350 metr yol getmişdir. Cismin başlanğıc sürətinin qiymətini hesablayın. Deməli, buradan biz tənlikdən V-nin, yəni sürətin tənliyini biz bilirik. V bərabərdir V0 üstə gələk AT-dir. Görürük ki, T-nin əmsalı burada 4-dür. Burada T-nin əmsalı A-nı verir bizə. Deməli, A bərabərdir 4-ə. 4 metr bölünsün saniyə kvadratı. Deməli, 10 saniyə ərzində cisim 10 saniyə ərzində cisim S bərabərdir 350 metr yol getmişdir. Cismin başlanğıc sürətini hesablamalıyıq. Deməli, biz burada neyniyək? Düsturu yazaq burada. Deməli, S bərabərdir V0T üstə gələk yenə AT kvadratı bölünsün 2. Burada görürük ki, S 350 metrdir, yerinə yazırıq. Bərabərdir. V0-ımız bilmirik nə qədərdir, elə onu da axtarırıq. Zamanı 10 verib, üstə gələk. Təcili 4 verib, 4 vurulsun. Zaman 10-dur, onun kvadratı 100 bölünsün 2. Buradan 2-lər ixtisar gedir, burada 2 qalır. Deməli, V0 vurulsun 10. Üstə gələk 200 bərabərdir 350-dir. Buradan 10 V0 bərabərdir. 350-dən 200-ü çıxırıq 150. Buradan da biz V0-ı 150-ni 10-a bölürük. Cavabımız qalır 15 metr bölünsün saniyə. Deməli, cavab 15 metr bölünsün saniyə olacaq. 19 nömrəli məsələ. Düzxətli bərabər yeniləşən hərəkət zamanı hansı ifadələr doğrudur? Düzxətli bərabər yeniləşən hərəkət deyirsə, deməli, burada sürət və təcil vektorları eyni istiqamətlidir və yaxud da eyni işarəlidir. Çünki cismin yeniləşən hərəkət etməsi üçün V0-la təcilin istiqaməti eyni olmalıdır. Deməli, elə buradan cavabımızı biz görürük ki, 3 doğrudur. Burada daha sonra V-ni bizə verib, deməli, V konstant verib. Bu, bərabər sürətli hərəkətdir. Bərabər yeniləşən hərəkət deyil. Sürəti sabit verib burada. Amma bərabər yeniləşən hərəkət, bərabər təcilli hərəkətin bir növü olduğundan, ona görə də təcil sabit qalmalıdır. Deməli, cavab burada 2-3-dür. Və sonuncu məsələmizə baxırıq. Sonuncu məsələmiz belədir. Düzxətli hərəkət edən cismin koordinat və sürət qrafikləri və ifadələr arasında uyğunluğu müəyyən edin. Birincidə deyir, cisim X oxu istiqamətində bərabər yeniləşən hərəkət edir. Cisim X oxu istiqamətində bərabər yeniləşən hərəkət edirsə, onda deməli, burada baxırıq ki, yeniləşən hərəkətdə demişik ki, biz məsələn, X bərabərdir, necə idi koordinat tənliyi? V0 üstə gələk, V0 XT üstə gələk, AX-T'nin kvadratı bölünsün 2. Yəni, koordinatın zamandan asıllıq qrafikində, X-in T'dən asıllıq qrafikində koordinat zamandan kvadratik asılı olmalıdır. Yəni, baxın, yeniləşən hərəkət, bax, belə ola bilər, belə ola bilər. Və T'dən uzaqlaşmalıdır.
T-dən uzaqlaşmalıdır. Düzdürmü? Bu aşağıda çəkdiyim X oxunun əksi istiqamətində yeniləşəndir. Yuxarıda çəkdiyim X oxu istiqamətində yeniləşəndir. Deməli, burada birinci uyğun gəlir B-yə. B. Daha sonra sürətə baxırıq. 2 dənə sürət tənliyimiz var. T oxundan uzaqlaşmalıdır və X oxun istiqamətində olmalıdırsa, deməli, bax, bu Y də birinciyə uyğundur. Çünki T oxundan yuxarıda X oxu istiqamətində hərəkətdir. T-dən uzaqlaşırsa, yeniləşən hərəkətdir. 1-ə B, Y getdi. İkinci deyir ki, cisim X oxunun əksinə bərabər yeniləşən. X oxunun, üzr istəyirəm, bərabər yavaşayan. X oxunun əksinə bərabər yavaşayan deyirsə, baxın, bərabər yavaşayan bunlar olacaq. X oxu istiqamətində yavaşayan T oxuna yaxınlaşmalıdır. X oxu istiqamətində deyirsə, T-dən yuxarıda olmalıdır. Yox, X oxunun əksi istiqamətindədirsə, T-dən aşağıda olub, T oxuna yaxınlaşmalıdır. Burada C-də görürük ki, biz qrafiki sürüşdürsək, baxın, bu vəziyyətə gətirsək, bu sürüşdürmə ancaq koordinata məxsusdur, yəni başqa qrafiklərə tətbiq eləmək olmaz. Bu, yavaşayan hərəkətin qrafikidir. Deməli, C getdi bura. Başqa yoxdur. Cisim X oxu istiqamətində bərabər sürətli hərəkət edir. Bərabər sürətli hərəkətdə sürət sabit olmalıdır. X oxu istiqamətində dediyi üçün T oxundan yuxarıda sabit olmalıdır. Deməli, burada getdi. D. 1, B, Y, 2, C, 3, D. Belə əziz şagirdlər, imtahanda hər birinizə uğurlar arzulayıram və bu videonun davamı gələcək. Ümid edirəm ki, sizin üçün faydalı oldu. Sağ olun, gələn görüşlərə dək.